Bəzən insan hər şeyini itirir, amma bir şey yox, yaşamağa səbəbini. Viktor Frankl bunu çox yaxşı bilirdi. O, psixoloq idi. Amma müharibə zamanı bir gün hər şeyini əlindən aldılar. Ailəsini, azadlığını, kimliyini, hətta adını belə. Sadəcə bir nömrə qaldı. Konslagerdə bir məhbus nömrəsi. Ancaq o şəraitdə belə Frankl bir şeyi kəşf etdi. İnsanın həyatda qalması bədənlə yox, məna ilə bağlı. O yazırdı: İnsandan hər şeyi ala bilərlər. Bir şey istisna olmaqla. Hansı münasibəti göstərəcəyinə qərar vermək azadlığı. Azadlıq istədiyini etmək deyil. Azadlıq həyat sənə nə gətirirsə, onu necə cavab verəcəyini seçməkdir. Frankl gördü ki, eyni ağrını yaşayan iki insandan biri ümidlə yaşayır, digəri isə ruhən məhv olur. Fərq nədə idi? Əlbəttə ki, mənada. O deyirdi: bir insan niyə yaşadığını bilirsə, necə yaşamaq sualı öz-özünə cavab tapır. Bəli, həyat hər kəsə ağrı gətirir. Bəzən itkilər, bəzən tənhalıq, bəzən də boşluq. Amma bu ağrılar mənanı tapmaq üçün bir yoldur. Çünki mənanı biz seçirik, biz yaradırıq, biz yaşayırıq. Franklın hekayəsi bizə bir həqiqəti xatırladır. Həyatın məqsədi xoşbəxt olmaq deyil, mənalı olmaq. Və mənanı tapan insan hətta zülmətdə belə işığı görə bilir.